Bəzən gün ərzində ən tez əl çatan seçim məhz belə qidalar olur. Tez hazırlanır, tez yeyilir və vaxt itkisinin də qarşısını alır. Amma mütəxəssislər hesab edir ki, bu cür qidalar artıq çəki problemi yaradır, eyni zamanda piyələnmə risklərini də artıra bilir. Statistikaya görə dünyada artıq çəki və piyələmədən əziyyət çəkən insanların sayı 1 milyarda keçib. Hər il təxminən 3 milyon insan piyələmənin yaratdığı fəsadlar səbəbilə həyatını itirir. Son illər bu problem xüsusilə uşaqlar və yeniyetmələr arasında daha sürətlə yayılır. Ölkəmizdə 2022-ci ildə piyələnmədən əziyyət çəkən uşaqların sayı 1178 olsa da, bu göstərici 2022-ci ildə 91% artaraq 2252-yə yüksəlib. Bugün hər 5 uşaqdan birində artıq çəki və ya piyələnmə ilə rastlaşırıq. Çox təəssüflü bir məqamlardan birisi uşaqlar arasında hərəkətsiz həyat tərzinin, ekran məruziyətinin və ultra işlənmiş qidaların, şəkərli içkilərin çox qəbulu həm artıq kütlə, həm də hormonal problemlərlə qarşılaşmaqdayıq. Bəs piyələnmənin qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? Söhbət uşaqlardan gedir. Axı onlara qadağa qoymaq da düzgün deyil. Yemək süfrələrinin ekransız təşkil olunması, ultra işlənmiş qidaların, şəkərli içəcəklərin qida rasionundan çıxarılması və hərəkət rejiminin açıq havada minimum 1 saat olmaqla təşkil edilməsi tövsiyə ediləndir. Ən kiçik yaşlardan uşaqların kütlə, boy, baş çevrəsi nəzarətinin həkim tərəfindən vaxtı-vaxtında izlənməsi və artıq çəkinin müşahidə olunduğu hallarda dərhal rejim və hərəki profilaktikaya başlanması tövsiyə olunandır. Piyələnmə yalnız qidalanma ilə bağlı deyil. Hərəkətsiz həyat tərzi, stres və yuxu rejiminin pozulması da bu problemin yaranmasına səbəb olan əsas faktorlardandır. Vaxtında qarşısı alınmayanda piyələnmə ciddi xəstəliklərə yol açır. Daha çox maddələr mübadiləsinin pozulması ilə getdiyi üçün burada birinci növbədə metabolik xəstəliklər, xüsusilə də şəkərli diabet, ikinci tip şəkərli diabet hansı ki piyələnmə ilə gedir. Eyni zamanda əlavə olaraq ürək-damar xəstəlikləri olur ki, bu da özünün növbəsində yüksək arterial hipertenziya ilə, yəni arterial təzyiqin yüksəlməsi ilə, ürək problemləri ilə, bir çox maddələr mübadiləsinin pozulması ilə gedən elektrolit pozulmasına qədər gətirib çıxaran xəstəliklərlə özünü biruzə vermiş olur. Piyələnmə ilə mübarizə aparmaq bizi bütün xəstəliklərdən sığortalayır. Bunun üçün ilk növbədə qida rasionumuza diqqət etməliyik. Xüsusi diyetoloji proqramlarla, xüsusi pəhrizlərlə bu mümkündür. Eyni zamanda insanın özü tərəfindən elə məişətdə də yerinə yetirilməklə arıqlamalar və yaxud mümkündür. Hazırki vaxtda bunu həm də qidalanma üzrə müəyyən marafonlarla, pəhriz marafonlarla yerinə yetirilər. Tövsiyəmiz ondan ibarətdir ki, bunları da sağlam, bu sahə üzrə müəyyən sərişliyə, peşəkarlığa malik olan insanlar tərəfindən yerinə yetirilməlidir. Əks halda arıqlama adı altında daha böyük fəsadlara səbəb ola bilər. Düzgün qidalanma, aktiv həyat tərzi və sağlam vərdişlər piyələnmə ilə mübarizədə ən effektiv vasitə hesab olunur. Sözü gedən xəstəliklə mübarizə yalnız fərdi deyil, həm də cəmiyyət səviyyəsində aparılmalıdır. Jalə Gözəlova, Sabir Şahvələdov, Teli Səhər.